İçindən 3-4 dənə götürdü, olardı. Nəsə özümü itirmədim, özümə direkt verdim ki, hər şey yaxşı olacaq. Ermənə 3-4 dənə sigaret verəndən sonra soruşdum, hansı polkdansan? Dedi, Zəngilan batalyonundan. Dedim, sizin uşaqlar burada aşağıda. Bu döndü, Zəngilan batalyonuna tərəf gedəndə sigaretini yandırırdı. Gördüm, bu tərpənir, gedir. Məndə də silah yox. Sağ olun, gəlin. Qəhrəman təşəkkür İlkəli. Nətər oldu hadsə cərəyan edir? Leytenant Abdullayev Gündüz Məhərrəmoğlu. Saat 12 idi. Mən belə ermənlə üzləşdim. Hiss elədim ki, ermənidir. Özümü itirmədim. Əlim sulu idi deyə. Bu məndən sigaret soruşdu. Mən buna daha heç nə demədim. Dedim, sigaret var. Əlim sulu buna sigareti verdim. Bu için... Açamayın burada! Yavaş. Yavaş. Ha bunu götürürler ha, bunu götür. Bunu götür ha, getir de şeyi. Çala bunu. Oy, çömeleyin ona. Götür, keş götür. Çömeleyin burada. Tamam, yavaş. Hansı orada ha, həkki? Tez ol. Başka geliyor. Bu gündə Allah rəhmət eləsin şəhidlərə. Bu günləri bir də sabahları mənim ən yaxın dostlarımın ilidir. Mən şəxsən o ermənini hələ qulağını yox, başını da kəsərdim, onların qurbanlıq edəyim. Onlar bir adım da bura gələ bilməyəcəklər. Qoy onlara aydın olsun ki, burada biz avtomatsız da döyüşürük. Onlardan qorxmuruq. Mənim sözüm bu.